Bu gəlsin pərdən üstü metrlə. Enin uzunluğu mən avangard pərdə edeyim. Və otaq hazırdır da otağı götürəm deyir ora. Oranın pərdəsini şeyləsin. Deyib bax buranı. Mən ölçə bilməm. Bunu da qoyduğum çağırınca ölçüm gəlsin, vursun düzəlsin də götürəm bura. Oranın pərdəsini enin uzunluğunu ölçsün desin. Mebelim o mebel, oradakı yatağı otaqdakı mebeli bura keçirdəcəm. Götürəm bura, orada mebeli müşkünə gəlir. Gəl, bir şey çıxar. Bir şey çıxdı şey deyil ha. Çıxır. Yox, yatıb oradan. Deyir şeyimizdə yatıb. Gəl lan bir dəqiqə. Nəyə ölçəcəm? Gəl pərdələri, zaldakini də ölçəsən. Zaldakini çıxardıb vuracam bura. Deyib çıx otağa. Bax bunun Səlam dedi ki, enin uzunluğunu döşməli deyil. Və pərdə şeyi yeşik çünki. Pəncərəm deyil. Pərdənin yoxsa pərdə də yanına da. Pərdə oradan pərdəsi. Bu da uzunluğunu deyil. Enin uzunluğunu dedi. Hündürlüğü bir də en. Pərdə asılır. Nə deyir sizə aşağı? Pərdə asılır. Bura nədir? En uzun olmur. Divarlar, nətər ölçürlər? Mən bilmirəm ha. En uzun. En uzunları deyil. O nə boydu? Nə olmazsa boy? Mənə boy 60 manat deyil. Deyil nə boydu? Kətan deyil təmiz. Boy pisa vurmuşam. Çox hündürdür gün. Eni uzunu yazır. Eni uzunu da nə deyil? Gördünüz. Bax yadınıza siz də saxlayın ha. Otağı. Yadınız. 3 metre. 3 metre nədir? Bax, burada sansa yadında sən qeyd ala ha. Mən eləmirəm. Burada sən bəyə qoş. 3-10 hündürlüğü qaqa. Burada sansa sən qeyd ala. 3-10. 3-10 nədir? Hündürlüğü. 3-10 hündürlüğü yataq otağım yaz. 3-10 hündürlüğü. Qeyd elə saxla, mən çünki sən ona verəcəm. 3 koy. Çox qəlbi deyil. Eləmi? Qəlbi yox. 14. Hayırlı olsun. 3, 10 uzunluğu. 5 olsun. Ne kadar? 5. Hündürlük 3. Uzunda Ben 3-10 dedim abi. 3-10'da benim tutar. Pünçöye böyle olarak düştüm. Benim sayede 3-10'lu abra. 3-10 uzunluğu 5'te 50 değil. 3-10 hündürlüğü 5 metrede 50. 5 metre eni değil uşaqlar. 3-10'da uzunluğudur. 5 metre eni, 3-10'da uzunluğu. Yani gəlsən hündürlüğü, yeni uzunluğu deyirəm. 3-10 hündürlüğü, 5 metrede şey, eni. Buranı ölçdük. Mən pişiyimdir. Lili, acılamısan? Hoş gördüm. Bu kişi de qalındı. Kişi. Krasavçı, kızını açtı, krasavçı. Ben diyorum. Nasıl? Gəl buranı da ölçək. Geçen sefer olmadı. Buradan gözdən pisiyi gəlir. Bax, bunun içində yumurtanı idi. İnqivatorda işləyirdi. Pencereni biraz açtı. Doğru, istəmirəm açmaq. Niye? Bax, bu pərdəni çıxardacam, diskotağa vuracam. İndi bunun da yenə uzunluğun, yeni ölç. Abi pencereni koy biraz açak, buranın havası değişti. Ay, o neydi da, ha? Yoksa invertör bu. İnqivator neydi? Çox soyuq olmasın. Niyə olmasa bu otağa girirəm ki? Bax, onu da diskotağa vuracam o pərdəni. Bura Sənan qəşə pərdə verəcək. Super pərdə verəcək bura. Zal üçün indiki modun. Bir də yataq otağıma. Bura sadə istəyirəm ama belə bəzək olmasa sadə, teyxə, ağ sadə dekorunda nə verər? Bu da elədir. Şorba bankalarını qılarsan. İyi bura gəl. Aslında İnqivatorumun neydi sana? Bu içine yumurta koymuşuq. Laxı çıxır, lax olur, iyi gəlir də. Elə boş. Sən. Adam 3'ünü 5'e de 100%. Yox, bura 6'dır. 5 olur. Bu otaq yekədir, nə danışırsan? Ne gidiyorsun? Allah haqqı. Lili, nəyə baxsan? Orada sağ baxılası bir yer var. Lili. O şişələr də lağayla qarşı da bırak. Şişələri bir şeyə. Tapa bilmədim, bir ustaki gəlsin o şişələri vursun. Benim sana bıraktın ha. Çok açma. Ha, şey.
3 bırak. Biraz tərd uzun olsun. O elə bil gödəkdir bayağı uşaqlar. Orada ama printusa qədər çatmır o. Ha biraz 4 uzun. metrdir bura baboş. Ha? 4 metr. Ora 5 idi. 3 ha ora 5 değil. Bura bu otağın gəlir 4 metr. Eni yadda saxlayasın ha. 4 Sonra metr. hündürlüyü. Zalın yazın 4 metr eni. Hə sonra. 3 onda hündürlük. 3 onda hündürlüyü. Yenə printusa kimi. Ha. Ha onda o pərdən belə çək, təzətdən keçir. Boşara. Yenə yadınıza saxladınız. 3 onu. 3-10 uzunluğu zalın. 3-10 uzunluğu 4'te eni. Uzunluk yok, hündürlük. Hə 3-10 uzunluğu 4'te eni. Uzunluk değil. Uzunluğu da ne dedim 3-10 uzunluğu. Hündürlüğü. Hündür uzunluq da yani uzunluq. Hə. 3 10 4 metre bu otağındı. 3 10'un 5 metrede oldu. Hareketi Otur şey. Pişik kaldırdı. Gel görüm ha. Geliyor, Liliş kal. Oranı yığışdırmışam. Gel. Liliş. Batırma. Gel. Gel teyze. Zal hündürlüyü 3-10. Eni 4 metr. O birisi de 5 metr 3-10'da şey. Qoyunu mən sən anı da yığım. Başa düşürsən deyim sən anı desən ha. Deyim. Niye? Çok bir şey değil o. Pahalı değil onlar. Çok pahalı. Şey Şotlandı sortudu. Yok bu yok. Bu pahalıdır. Şotlandıdır. Şotlandı. Buyur geçmişim bir şeylerime. Hamı yazır ki abo yaxşı değil. Süper. Vallah qəşəkdir. O mebelimə də uyğundur oradakı. Onda da qızıllı zatlar var. Onu da çağırmıştım baboş. Nə? Bu buzovuna abo evinə par verirlər o abo. O cüzgüləri ara bu burası. Ha? O cüzgüləri ara bu. O güzgü bax bura yığılacaq, paxlava kimi. Bir də o zaldan kravatın divarın başından. Kuş bölümü. Kim demiş? Mən gedən deyə bu şeylə elə Megastore'un üzbəyiz vardı o da şüşə. Bazen vurabilen olsun. O bari o öyle bir de şey. Vurarlar da ya Bari şişe değil ama. paxlavadı pəzəli şüşələrdəndir. Hə, mən indi sən anında yığım. Bilet sıram 5 dəqiqə küçədə. Çıxdım el oldu. Niyə bəyənmirsiniz ki, abamı yataq otağı tünd olardan ha? Bu yataq otağı ağ olur, ağ zal olur, girəcək olur. Qaranlıq olmalı. Yataq otağı qaranlıq olmalıdır, düz deyir. Ülə biz gedirik. Mən nə verəcəm sənə? Bir zaman indirmə, gözün sən ancaqsan ya. Ta elə bir ki, artırmadan yəni. Allah haqqı həmişə bilirsən ki, yəni Mən də zanı bir dənə görsən, başıma bir şey gəlir kimi səni çağırıram ki, gəl sən bunu düzəlt, bu xarab oldu. qarşılıqlıdır da. Vallahi baboş, başqa adam olsa o kanalizasiya işi Allah haqqı biraz babam üstündə əlləşdik. Belə götürəndə nə iş gördük? Bir dənə çölü təmizlədik də, götürəndə. Nə iş görmüş, şey iş sağ. O kanalizasiya işi biraz musurunu, çirkaflı iş olduğunu görə ona biraz baha gedir, yazıqdır. Nə ki? Yəni bu batırda özün bilirsən. Bax, 10 manat xərcləmişik. 50 manat da verərsən. Allah haqqı. Hə, düşdü. Qoy. Mahnı ilə oxu deyək. Hadi ya da cəzəzə ver oxu. Cəmsi oxusu 60. Nerə deyiləm, musur olmasa Allah'ın bu. Hə, heç nə, Allah nə deyim, mən gözüm bir söz demədim. Ürəyim, bilirsən. Sən məni oxutturmaq istəyirsən deyəsən. Ya, belə göstər. Aynalar demedin. Dedim də o uşaq. Deyirlər ki, hamısı yazıq yaxşıdır, böyle ikisi yazıq baha dedi. Nə, çirkli mutlu işdir, kanalizasiya temizləmək. Mən Allah köməyim. Bir çağırma, bir saniye gəlir burada olur. Gecə saat 11 idi, kulağın altını su, krantın açdım ki, paltar yanmış, lankı təmizləyəm. Nəydi o, rezin getir düşdü şeyin içine. Su götürdü. 2 dəqiqə, bir saniye gəldi oldu bizdə. Bizdə aralı qalır biz tərəfdən. O şeyi Bərbaq, sən birazdan park şey olandan sonra var ha, oraya girə bilməyəsən. Oranı fikirləş. Daş niyə uyğun 5 yazırsan? santim. Çox yoğuran qabaq hörünlərdir. Bir şey hörəcək Örək də, bir daş hörək. Bir daşdan da 10 santim belə betona. Ödələ başıma bəla deyil.
Orada da bir hovuz dikək yerdə. Kanalizasiyasında verildi o kanala. Allah'ın olsun. Sənin canın qutarsın. Həmin iydən qorxdun. Başıma Bir dənə də qabağına belə qapaqla. Vannada su değişməkdən bezmişəm. Mən onu deyirəm. Gəldi bax gör. Gələr inşallah. Hə, Allah razı olsun. Allah min qəfər nəzər. Çox sağ ol. Mən deyirəm, inşallah nə vaxt razı oldu. Zəng. Hə, orada keçirdi. Ha, onu fikirləş, madələn, qulozarın gələn qrabiling var. Fikirləmişim qutarır ki, hələ. Yaxşı. Oldu da Yaxşı, Allah sağ ol. Allah. Hələlik. Hələ 60 50 manat zəhmət haqları 10 manat da netdən alıb gətirmişdi. Dedim siz alıb gətirin, mən verəcəm pulunu. Getdirəm. Bu mənim yataq otağıma onda sən quranmarsan da. Bir piti minutqanı qurduracağım. Bir də o motoru. Onu fikirləş. Hava düz baxmağımıza var. Səni gəldi. Buralar da sport betonu yap 5 saat olsadı. Çıxsın gəldi. Yaxşı. Yaxşı qədər. Onu da Allah var. Bu evi boğur. Uşaqlar da almışam da, vurdurmuşam da. Özüm getdim bəyəndim aldım da. Yatak otağında piti minutka. Piti minutka nə? Piti minutkanı çöldən qurdurursan. Kombin eləmirəm. Deyir kombinlərin içməndə ömrünü azaldır. Neynir? Kombinin ömrünü azaldır içməndə. Gəlin belə oradan. Gəlin buranı siləm süpürəm. Palçıq eləmişsiniz ev eşiyi. Gəlsin o mebeli yıxsın orada, oraya köçürəm də. Bir gah birində yatacağım, bir gün gördüm hansında dartacağım, bir gün o birisində yatacağım, bir gün o birisində yatacağım. Ema nə olursa? Boy. Nə olur azsa? Nə olur? Yo, başımda çöpəkcan bu deyəndəki yeməklərimdəndir. Heç kimə qulaq asma, süper. Yo, uşaqlar, almışam. Dekoru çoxdur, dekoru az olardı kaş. Dekorun Bakıdan gələnən heylə verildi. Dekoru bir dənə deyil ha, pəncərəni böldü, onu pərdə tutacaq. Dekoru çoxdur, laf da geçəkdir. Evi boxsa da eləsə də yataq otağı belə olur. Mebellərdə bunun rəngindədir, deyil ha, bax belədir. Mebelim. Elə kopuşunu buraya yaraşır. O mebel gəlsin buraya, orada qəşəngin almışım. Gəlim evi süpürün, buranı toz soranla süpürün bir rez. Bu maaşlıkları da götürsün, gətirsin, vursun qapının dalına. Stolcun tapmadı, qapının dalına vurmalıdır deyə bunun yerdəki maaşlıkları. Onu vursun, bunu düzəltdirim. Kombini bağlasın ora. Kombun da pis yığıblar ha, kombi ustası. Gəlmişdi reklama yığmağa, pulsuz yığmağa, amma mən yine hürmətini elədim. Onun birini oradan bulmalıdır, birini qazı oradan çıxartmalıydı. Sonra yəni nəsə işləyirdən, pərdən olsa damda qalır. Burada yatacağım. Təmizlikçi şirkətinə də danışım görüm, ha bax gəlsin təmizləsin evi dildən. Köçün bura, oranda. Bir resi orada yatacağım, bir resi de burada. Gedim yığım təmizlikçi şirkəti. Yo, krem rengi yok, ora indi sənan öz avantgard pərdənin zövqünə bıraxacağım, oranı qəşək. Boyuma da uyğun, amma sadə ağabbaq istəyirəm. Yox da sadə moddur, bu dəqiqə sadəlikdən, gözəllikdən bir şey yox. Sadə, bir dəqiqə sadə, zalıma da orada. İndi baxacağım da, görək sənan nə deyir. Süpürdü, az əlbəttə ki süpürdü. Mənim evim evdir. Təzə tikili, hündür, qəlbi, başa düşürsən. Mənim ora bir dənə çıxmağım üçün nərdivan lazımdır ki, çıxam lamışqa bağlayayım ora. Hündür ev qayıb görürmü, gimbal. Bu da buradan çıxacaq, qoy gəlsin şeyi düzəltsin abis. Bu divan da buradan çıxmalıdır. Əslində, bura bu stol lazım deyil idi. Başa düşürsünüz, bura bir dənə qəşək divan, oradan da televizor. Televizorun da altına bir fıstırıq bir şey almışam. Allah'ın olsun, fıstırıq televizor altı gedir. Belə toka taxsan uşaq qalanır, belə uşaq, elə qəşəkdir ki, 1050 manada. Deyib, uşaqlar, bax buradan. Uş, prosto bu stol qoymayacaq görsənsin. Deyib, bax, o qapıdan, bax, rəngdə toka taxsan uşaq belə, elə bilsən ki, istedi. Uşaq, Allah'ın da bax, belə. İndi o gəlir, bunu götürəcəm, daha bu keçmişindir bu stol altı.
Əli bir əlin üstündə olur. Silirsəniz gəlsən ki tozlanır. Silirsəniz gəlsən tozlanır. Onunla verəcəm kasıflara. Deyir. Bordoncunda kasıf var. 2 dənədir. Halaldısa. Teşekkür edirəm. Hə, onu taxırsan belə qəşək. O şaqqalanın ləzzətli zolun altına qışlar. Bax, onunla xoşum gəldi, ondan aldım. Bir də ki, göstərimlə aldım. Deyir, ha, bura servant. Son deyir, ha, o küşdən belə qəşək servant, qavzad yığmağa. Birində o küşdən, ağ rəhdə. Aldım, biraz bəri çəkəcəm. O, bir o, divanım da qəşəkdir. Bu stolumu da ki, istəmirəm. Ne dedi şey eləyəcəm, dedim, çox yekədir. Gör, nəyi boydadır, bu otaq altın dördədir, bura yaraşmır. Biraz balaca ortadan qoyacağım. 4 neçə? 6 nəfər, bu 8 nəfərlikdir, neyinirəm az? Gəl elə! Helal olsun, zevkim güzel mi Efsane abicim? Sen benim o benim geldi yatak odam gelende ama bak. O elə gözəl, Allah andılsın. Deyir, bax, bu otağı alacağım. Bu otaqdakini çıxardacağım oraya, Efsane abicim. Deyir, ha, bu otaqdakini çıxardıram oraya. Bax, görsən, qızıllıdır. O aboya da gedir. Aboya uyğundur, bax. Aboya uyğundur. Bu, oraya keçəcək, deyir, o yataq otağına. Burada lap gözəlim. Pərdiyədər burası deyiləm. Süper. Gördünüz uşaqlar, abim də bəyəndi. Abicim də bəyəndi. Zevksiz, az yaxşı. O mənə zevksizsən yazanlar. Yaxşı az. Zevksizsən, az yaxşı. Allah bilə sənin evinin pərdələrini nətərdin. Elə ki, sənin zövqünə baxmaq istəyərdim. Bir qoşulu misafirime evini göstər. Mənim evimdəki dəyərlidir, bahalıdır, başa düşürsən? Dəyərli, bahalı. Ucuz paddelka şey yoxdur mənim evimdə. Mən aram alam, ləyəxli bir şey alam. Mebel yığılanda baxarsan indi, gör nə gözəldir. Əşi, kasıb olanda nə olacaq? Niyə lağ eləyir ki? Zövqüm almışam. Bu yataq dəstə pisdir, klasik. Düz indi sadəm oldu, amma almışam da. Ucuz deyil, git maraqlan gör neçəyədir. Bahadır, baha. Deməli, Allah mən bunları mənə layiq bilir ki, Allah bunları mənə yetirir, bu ruzini mənə yetirir. Deməli, Allah bunları mənə layiq bilir ki, yetirir. Siz yazanlar, yerində dəyişdirə bilməyəsiniz bu sevgini, bu ruzini. Çünki ruzini sən vermirsən, Allah yetirir. Xumda əhdəşəm. Saçıma da bilsin. Düzdür, halal olsun sağ. Severinə də şeylə oynayacağım. Nəsirovla. Sənan Avangard pərdə. Sədərəyin bir nömrəli dəstəkçisi. Bildin kimdir? Nəsirova deyin oynatsın da ma. Dişimdə nə var ki? Təbii öz dişlərindir ki, qoydurmamışam ama. Hara getsən. Sevənin səsi başıma düşür. İstəmirəm. Kimə qalacaq? Xalam Pakiziyə. Xalam Pakiziyə qalacaq. Əl çək. Kimə qalacaq? Arvadıma, uşağıma. Uşağıma qalacaq. Kimə qalacaq? Mənim bu həyatda heç kimim yoxdur. Bir dənə izləyici açıram. Sizlərsiniz, söhbət edirəm, canlını bağlayıram, işimlə, gücümlə, töyuğum cücəm. İndi gedirəm Bakıya. O günü Orxan Azədidir, heyranla. İndi onunla da yazacağım, nömrəmi atmışam ona. İndi onunla da danışacaq və salam. Həkimə də gedib müalicələrimə də davam eləyəcəm. Yəqin ki, yaxşı olacaq hər şey. O Bakıya gedim hələ, bu gəlsin çardağında povur balankın şeyləsinə, bu otanma belində söysün, yıxsın oraya usta. Buranda laminat vursunlar, pol pisdir. Laminatım vardı orada, qal. Buranda vursun da fisoda qutardım Allah'ım. Bir dənə qaldı o yataq otağımın televizoru. Bir də qaldı o televizor, bir də gələcək konsener. Bir də orada konsener. Yataq otağıma həm konsener alacağım. Qoburan kreditim qutarım. Eybi yox. Həm konsener, həm də televizor.
Allah xeyir qisməti. Çox sağ olun, təşəkkür edirəm. Qoçaqsan. Yo, qoy gəl 1-3-4 günə. Qoy bir gəlsin şey qutarsın. Sıdışı. Bu dəqiqə Bakıda nə var? Bax da gəldim başa, bu dəqiqə nə var? Tam malcəmə gəlirəm. Həmin nəsə o deyək ki, səni iştanqada aparacam. Gedim iştanqa. Biraz məşq eləyim. Nə malca? Kişi mal həkimə gələcəm də, psixologiyaya gələcəm də. Deyəcəm, mənimlə oturub dərdləşəcəyik də, görək indi, məndə utancaqlıq var, həyəcan var, başa düşürsən, çox utancağam, sırtılmamışam, başa düşürsən, ancaq nənəmin yanında qapalı böyümüşəm. Gedib onu danışacağım, deyəcəm, ay həkim, deyəcəm, ha, deyəcəm, bax belə də, yəni mən tutaq ki, gedib oturmuşam Skameykada, bir qız gəlib mənim tutaq ki, yanımda oturub, indi sevgi mənim əlimdən tutan kimi, mən həyəcanlanıram, çox utanıram, desə, niyə utanırsan, deyəcəm, Allah nə bilim, orasını siz tapın, həkim sizsiniz. Desə, mən sənin içini bilmirəm, axı, indi mən də danışacağım da, bax, gör nəyəm var. O da iş nə? Evlenirsə uşağına evlənməzsə bana qalacaq. Sağ qurbandır. Allah kömək olsun, babaş. Canımsa, sağ ol Mədinə, sən də mənim. Düz deyirsən, baboş, boş, mən də o canlı dedim, eşi dedim. Gördünüz? Allah'ın da sunatı dayanmağa qarşı fikirlər dəyişib. Elə belə insan deyil, yox. Mağa qarşı, olsun o deyil. Mağa qarşı fikirlər dəyişib. Mağa qarşı istəyir, yaxşı olum, ailəm olsun, şam olsun. Allah'ın da olsun, çox sevindim. Mila pis insan deyil. Axıra qədər qulaq asardınız da söhbətə. Nə ay oluyor, güclü destekçi deyil o. Mən hələ çıxdım onun haqqında danışım ki, prim yığır, amma onun primə ehtiyacı yoxdur. Burada sözü deyən J olur, yəni balans. O da onda. Valla kimə gedib 5 dənə şir atan kimi millət tökülüşü takip atır. Yaxşı insanda. Ona görə deyirəm ki, yəni mən olmayanda gördünüz o canlıdadır, gedin onun ekranını tıklayın da izləyəcək. Bax, siz mənim sevən izləyicilərimsiz. Bax, görürsünüz, mən canlaşmayanda darıxırsınız, mən axtarsınız, mən də siz olmayanda mənə deməyə canlıda yemək yeyirsən. Mən də ona açıqlama verdim və başa düşdü. Görürsən, insan kimi danışırıq da. Mən dedim ki, Orxan, dedi, ha. Dedim, ay Orxan, bax, mən indi dedim, canlaşıb yemək yemirəm də. Mən indi evdə tək yeyirəm, bax, təkəm heç kim yoxdur. Onda dedim, iştahım olmuş. Rahat yeyə bilmirəm, amma canlı orada yazır, söhbət eləyə, elə biləm bir ailədir. Oturmuşam orada, mən xoşduram tümlüyün ailəni, bəyə quşluğu xoşlamıram. Otur, bax, mən qoyuram, bir oradan yazır, onun mesajını oxuyuram, belə başım qarşı yeyirəm. Amma tük olanda o ləzzət eləmirim, ha. Bir dəfə dedim, başa düşdü. Almaniyadan salam, sağ da salam. Düzdür, mən də yorum yazdım. Aynur, pis adam deyil. Neçə nəfər mənim yığdı ki, dedi o çox yaxşı insandır. Mən onu mənə pis demədilər. Biznes qurayısı, nəzim pulumda. Qazandığımı verdim, niyə belə, evin işiyimə töydüm. Mənim evimin işi xərci çox idi, dedim ki, rahat yaşayayım. Çox körlük çəkmişdim bu evdə, çox üşüyürdüm, çox donurdum, xunada yemək pişirmirdim. Nə qazandığımın hamısını töydüm bura, bir dənə maşın aldım. Hamısını da töydüm evə. Dedim, qoy evim rahat olsun, rahat yaşayayım, çox üşüyürdüm mən burada. 2017'den bundan çox üşüyürdüm. Baba, səni gəmidə gəzdirim. Ev vacib, nə, bu şirə eləməmişəm ha. Heç də peşman deyiləm. Niyə yoxdur, qazım olması da bu nədir? İndi vurmuram, hələ havaya o qədər su yoxdur. İndi kombini vuracam, ocaq otu kimi. Bütün otaqlarda var. Qaz olmasa o işləyər. 16 yaşlı uşağa oxşuyursun. Cavanım da mı, qocayam ki? Baba, şam aldı sənə. Çox sağ ol, Mədinə xanım. Broiler işin bacarırsınız, yox. Niyə havaya pul yerim ki? Onda bütün hamı TikTok'dadır. PK eləyir, pul qazanır, hamısı müftə yiyir. Elə bil, məndə gözün açılıb. Ki, gör nə qədər minlərlə insanlar var canlıda. Sağ ol.
Yo, Bakıdan xoşlamıram, qalanmaram. Bakıya gezmək. Mən Bakıda yaşayamaram. Mən rayon adamıyam. Mən xoşlayıram belə rayonun havası, rayonun suyu. Bax, Bakıda valla açdım kranda su içdim, gördüm ki tam gəlir suydan. Elə bir xlorluydu. Bakıda qalsaydın səndən qalardım. Xeyr, niyə ki Bakıda da inşallah, inşallah Allah böyükdür. İnşallah qazancım yaxşı olar. Allah mənə çox pul yetirər, bir otaqlı ev alaram Bakıdan. Bilərəm gələndə onun evində qalmaram, gedib kira tutub qalmaram, günlük ev tutub qalmaram. İnşallah Allah böyükdür. Allah mənə hər rüzunu veribsə, bu xoşbəxtçiliyi, düzdür, elə çox xoşbəxt deyiləm. Təkəm, tənhayam, ailəm olsa, arvadım olsa, uşağım olsa dünyanın ən xoşbəxt insan olaram. Kim nə desə belə də vecimə dalmaram. Düzdür, Allah bu mənə rüzunu verib, bu bərəkəti verib, bu yaxşı yaşayışı mənə yetirir, onu da yetirir. Yox, ben nəyəm görmürsən? Yox, hakikaten ne küsürəm ki? Ha! Yatırdım ey aşkım. Yatırdım, bağlayıp yatırdım. Yaxşı. Az gece vaxt kimdə istəyə olacaq mı? Sən Allah. Deyil istəyə yat. Deyilən aşkılam sən də at istəyə. Babuş. Yox, deyil ya, səhər gəlib mebeli oraya yığacaq. 3 gündən sonra da bir mebelim gələcək. Əsəb edirdi adam. Vallahi mənim istəyim açıqdır. Ləmana deyin açsın, mən ləmana ata bilmirəm. Ya, bax gözüm atmaq olmur. Ləmana deyin istəyi açsın. Salam deyil Mədinə xanım, Sami. Sağ ol, Mədinə, öpürəm qadınlar. Hə. Ürəyimi bilmirəm, amma qaracıyarıq bir incindədir. Hə, saçımı qırtıdım, günəki şeydir. Qəşəkdə qırxıblar. Üzdə mənə uzunsa şəraşmış. Görsən qırxılan ki, sifətim zadında qəşək açıldı, yumur olur. Tanıyırım da konuşumdu. Maşallah. Az Portbakıdan kimdir mi ayıb verən? Mən də söz idi lana. Portbakı döldürdü, Xəzər idi, Panorama Park idi, oradan ev qalmışdım. Özümü dilə dişə saldım, tökülü verir ora. Mənə ev verirsə, gedib Portbakıdakı evdə qalarım da. Da niyə gedib 500 manat verib günlük, 10 günlük ev tutub qalıram. Danışırsınız, dedim, hədiyyə verir, özü xanım, İlahə xanımın evi. Panorama. Mən Portbakı görmüşəm. Hiç bilməm oradakı evdə. Gəldi xanışlar. Hə, gəlibdir. Mən də açıq istəyək. Canlaşmışam, peyk eləməmişəm açandan. Yo, Şamil tanımıram, dənizçi. Mən də bu Şamiləm, buranı tanımıram. Arıqlasan sinən də arıqlayacaq. Yo, qarnım çətin arıqlayacaq. Qarın gecə arıqlayan olur. Ora peş yer olubdu. Yo, bilmirəm ora nə olur, bilmirəm. Elə o ev iş eləyəndə ora var idi. Bura kuxunudur. Qoyursan qabaq peş. Mənim evimdə sənətlər yaxşı olardı. Bu qabaq hamam var, bura keş kuxun olardı ora. Burada yataq otağı hamamları da başda. Çünki qarasından girsəni görsən zalın pəncərəsi, amma bura görsən bir gözdüdür. Düz qapının ağzında salın tualet. Kim bilir, axır başda olmalıydı. Mən istəyərdim ki, kuxunun pəncərəsinə darvazdan deyilən darvazaya baxam. Girirsən sağda şeydi, hamam tualetdi. Ay, hamam tualet. Yox, elə olsa viddi olardı. Qabaqda da pəncərə olsaydı viddi olardı. Girsən kuxun. Hə, 2 pəncərə. Onda viddi görsənərdi. Yalan deyirəm. Bağlayam, yatam, otuşaqlar. Mən peyk eləməyə halım yoxdur. Usta gələcəyim, benim çıxsın ki, usta gəlsin, labilatı vursun. Yatacam ay müəllimə. Yatasıyam nasıl? Yuxum da önemli deyil, bu vaxt adam yatar. Kuxun tökülür deyil. Allah bir vaxtında yat. Kuxun gəlin ki, müsəmmət. Tüyuqlarım zadım hamısını deyirsən, Allah hamısı durur deyil. Pişik zadı sor. Pişiyim zadım, itim, hamısı dururlar qaka. İstəyirlər gəlin. Hamısının salamı var zaten. Gözümdən pis döydüm, mənim saçım uzandı, mənə yaraşmır. Ona görə deyik, getdim, qırtladım, gözünə sifətim, rəngim zadım, hamısı açıldı. Kobranı deyil, qaka. Mənim kobram var, çay cəmaat. Kobranı görsən, mən heç orada 110 metrliklə aynı kobranı görsən, mənim ürəyim gedər qorxumdan. Salam, xoş gəldin.
Qorxuram lan mən kobradan. Bizdən kobradan ötə qorxuram ilandan. Bir dənə fıs eləməyi var. Cavab vermə. Allah gedələ də lan. Ben seni gördüm, aşık oldum. Leman oynatmak olmur. Gönlümü verdim, aşık oldum. Indi sən məqsədi ata bilmirdin də elə. Can indi açdın, açmaq olmurdu. Başqalarına tez atırsan ama tapmırsan. Heç kimə də atmıram, söhbət edirdim. Yeməyə Heç görə kimə də açdım, bağlayıram. Kiraz! Baklava necə oyun oynayaq sən də sıralamaya düş də. Gəl sıralamaya düşək.